Salam dostlar, bugün sizlə Haydar oyunu oynayacağıq. Bu mənim həm ilk videom, həm də ilk bölümümdür Haydayda. Açılsın. Yəni çox maraqlı oyundur. Mən 11 səviyyəyəm, təzə yükləmişəm hələ, ona görə 11 səviyyəyəm. Çalışacağım səviyyələrə qalxım. Burada mən yem istehsal edirəm. Toyuq yemi, yəni heyvanların yemini istehsal edirəm. Burada mənim taxıllarımdır. Yəni taxıl əkirəm. Bunları yəni qardaşıma alır. Burada yəni ağıl depolaması, yəni depolamada, ambar depolamada, yəni hansından istəsiz ərzaq sata bilərsiniz, taxıl sata bilərsiniz, yəni çox sayda. Dostlar, mən burada çörək pişirmə, istehsal eləmə yeri var. Burada yəni çörək pişirir. Burada inəklərdə 15 dəqiqədən sonra süt hazır olacaq. Burada mən hələ 18 səviyyə olmamışam deyə hələ söhbət yeri açılmır. 18 səviyyə, 19 səviyyə olduqdan sonra yəni burada yazışma mövcuddur. Kimlə istəsin, yəni yazışmaq olur, söhbət etmək olur. Sonra taxılları buradan götürmək istəyirəm, amma yəni depolamda yer azdır, görək yer olacaq. Yəni asandır oyun, həm də çox maraqlı oyundur. Yer var imiş. Bonus verdilər, dostlar, mən indi taxılı yenə əkirəm. 1 dəqiqə 59 saniyə hazır olacaq taxılımız. Burada yem üretmək lazımdır. Burada qırıq 100 səviyyədir. Gördüyünüz kimi 100 səviyyə olanda, yəni bütün burada hər şey açılır. Yəni çox yaxşı şəhər olur bura, çiftlik olur 100 səviyyə olduqda. Çalışacağım mən də 100 səviyyə olum. 6 Yəni ərzaq sataq. Yəni bunları satdıqda pullar üst-üstə yığılır. Yəni sonra çiftliyi güzəlləşdirmək üçün gül almaq olar. Yəni velosiped alıb qoymaq olar çiftliyə. Yəni çiftlik yaxşı olsun deyə.
təmizləmək üçün. Yəni mən çiftliyin adını yəni istədiyiniz bir ad qoya bilərsiniz. Yəni mən öz adımı qoymuşam. Taxılarımız bu səfər bonus vermədi. Yəni həmişə bonus verilir. Burada da yəni istədiyinizdə reklam yarada bilərsiniz. Burada bir dənə reklamı yaratdıqdan sonra dəqiqə sayır. Yəni dəqiqələr saydıqdan sonra istədiyiniz ərzağı reklama qoya bilərsiniz. Yəni burada ərzaq dəqiqəsinə düşür. Yəni istəyən adam da sizin ərzaqlarınızı ala bilər. Dostlar, videomuzun sonuna gəldik. İnşallah mən biraz səviyyə topladıqdan sonra sizinlə video çəkəcəm. Sağ olun.